Çempion Şahdağ Qusar futbol komandası doğma Qusarda böyük təntənə ilə qarşılanıb. Azərbaycan futbolunun inkişafında bölgə komandalarının rolunun artdığı bir dövrdə Qusarın fəxri olan Şahdağ Qusar futbol komandası mövsümü uğurla başa vuraraq çempionluq titulunu qazanıb. Bu tarixi nailiyyət rayon ictimaiyyəti tərəfindən böyük sevinç və fəxrlə qarşılanıb. Şahdağ klubunun futbolçuların başda baş məşqçi Biləcəri uşağı Elnur müəllimi təbrik eləməklə Şahdağ futbolçuları, Şahdağ klubunun azərkeşlərin hər kəsi təbrik edirəm. Qusar xalqını təbrik edirəm. Qusar tarixində böyük bir uğurdur. Bu uğur münasibətilə bütün Qusar cəmaatın, bütün bizim milləti, hamını təbrik edirəm. İnşallah gələn il öz stadionumuzda, Qusar şəhər stadionunda çempionluğu qeyd eləyək. Gələn il Premier Ligaya vəsiqə qazanaq. Şahdağ çempion! Salamlayıram bugünkü bayram münasibətində. Yəni biz bugün çox sevincliyik. Qusar komandamız olan Şahdağ komandasını təbrik edirik ürəkdən. Biz hər zaman onları dəstəkləyirik. Qusar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mayın 24-də rayon mərkəzi meydanında Şahdağ Qusar komandasının şərəfinə möhtəşəm qarşılama mərasimi və konsert proqramı təşkil edilib. Azarkeş izdihamı ilə müşayiət olunan mərasimdə çıxış edən Şahdağ Qusar futbol komandasının prezidenti Elçin Cananov qazanılan qələbənin yalnız idman uğuru deyil, həm də birlik, həmrəylik nümunəsi olduğunu diqqətə çatdırıb. Onlara göstərilən dəstəyə görə rayon rəhbərliyinə və bu qələbədə əsas pay sahiblərindən olan azarkeşlərə təşəkkürlərini ifadə ediblər. Möhtəşəm qarşılanma və belə tədbir üçün hər birinizə rayon icra hakimiyyəti rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Bilirsiniz ki, bu il Şahdağ Qusar futbol klubunun yaranmasının 75-ci illiyidir. Biz bu 75 yaşında olan Şahdağa bir kubok gətirə bildik. Bunun üçün biz sizlərə minnətdarıq. Hər zaman rayon rəhbərliyi, azarkeşlərimiz, Qusar cəmaatı, hər biri bizə dəstək oldu. Bu sizin, bizim birlikdə hamımızın uğurudur. Hamınıza təşəkkür ederim. Şahdağ bayramlar təbrik olsun. Biri balaya çəkiriz. Şahdağ çempion. Komandanın qazandığı qələbənin yalnız başlanğıc olduğunu bildirən çıxışçılar qarşıdakı mövsümdə də yüksək nəticələr üçün əzmlə çalışacaqlarını qeyd ediblər. Bugün çox sevindirici haldır. Kubok Qusara gəlib. Yəni bütün Qusar xalqını təbrik edirəm. Yəni bu 75 ilində ilk kubokudur Qusarın. Yəni bu azərkeşlər bundan da yaxşına layiqdirlər. İnşallah bundan da sonra çalışacağıq ki, gələn ildə 1-ci liqanın kubokunu bura gətirək. İnşallah ki, Allah bizə o gün göstərsin ki, bu stadionda yəni o kuboku qaldıraq. Bütün xalqı təbrik edirəm. Musiqi nömrələrinin müşayiəti ilə xüsusi təntənə və yüksək əhval-ruhiyyə ilə davam etdirilib. Şahdağ futbol komandası, uğurlarınız davamlı olsun. Feyruz Qayıtmazov, F Production, Qusar.